Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Pensiya, orta aylıq əmək haqqı, müavinətlər və bəzi peşə sahiblərinin maaşlarının artması gözlənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov bildirib ki, pensiyalar bütün, o cümlədən minimum pensiya, orta aylıq əmək haqqlarının artımı qədər təxminən 13-14%-ə yaxın artırılacaq. Keçmiş deputat Musa Quliyev bildirib ki, əmək pensiyaları haqqında qanuna edilən son əlavə və dəyişikliklərə görə pensiyalar orta aylıq gəlirin artım faizinə görə indeksləşdirilir. Bizim orta aylıq əmək haqqımız təxminən 14% artıb. Deməli, gələn il bütün kateqoriyalardan olan pensiyalar ən azı 15% artacaq. Minimum pensiya 200 manatdırsa, gələn il 230 manat olacaq. Hazırda orta aylıq pensiya 250 manat təşkil edirsə, gələn il ərzində bu rəqəm 300 manata çatacaq. Bundan başqa dövlət büdcəsinin xərcləri bu illə müqayisədə 6,8% artıb.